Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Mən Hüseynəm, kim mənə sarı götürsə bir qədəm, min qədəm gəlləm, yəqin ümidvar olsun. Pak əzadarım ya da zəvvarım ölsə qorxmasın, qəbrinin əvvəl gecəsi müntəzir olsun mənə. Əzalı Məhərrəm ayının ikinci günüdür. Bu münasibətlə başda İmam-ı Zaman ağa olmaqla bütün Əhl-i Beyt dostlarına, Əhl-i Beyt aşiqlərinə başsağlığı veririk. Müteal Allah'a anda verək öz rəhmətinə, öz izzət-i cəlalına. Allah bizi dünya və axirət Əhl-i Beyt əleyhissalamdan ayrı salmasın. Hədislərdə var, Həzrəti Peyğəmbər buyurur, Hüseyn Behiş gənclərinin sərvəri, ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrim, ona itaət mənə itaətdir. Hər kəs Hüseynin yoluyla getsə məndəndir, ona qarşı çıxan isə məndən deyil. Və buyurdu, Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hər kəs Hüseyni sevsə, Allah da onu sevər. Kim yer əhli içərisində, səma əhlinin yanında ən sevimli kəsə tamaşa etmək istəsə, Hüseynə baxsın. And olsun Allaha, Hüseynin göydə olan məqamı, yerdə olan məqamından üstündür. Hüseyn hidayət çırağı və nicat gəmsidir. Həsən və Hüseyn mənim dünyada iki gülümdür. Məni sevənlər onların hər ikisinə məhəbbət bəsləməlidir. Digər hədisdə Həzrəti Peyğəmbər buyurur, insanlar Hüseynin vasitəsilə xoşbəxt və bədbəxt olar. Kim Hüseynin yolu ilə getsə, xoşbəxt olar. Kim Hüseynə qarşı çıxsa, bədbəxt olar. Həsənlə Hüseyn qiyam etsələr də, etməsələr də imamdırlar. Möminlərin qəlbində Hüseynin qətlinə görə elə bir hərarət var ki, heç vaxtı soyumayacaq.